Bu bizikdə bu dəfə ekstra gücə malik olan insanlar. Biz əsl ekstrasenslə fırıldaqçını necə ayırt edə bilərik? Oturmuşuq yan-yana, deyir, belə şey yoxdur. Nətər belə şey yoxdur ki? Bunların bəziləri aktyor, bəziləri ilahi tərəfindən vergi almış adıyla gedir. Onların hamısının gücü eyni istiqamətdə deyil. Hər şeyin möcüzəsi var dünyada. Qeyri-adi bacarığı olan bu insanları Vahid Xidmət Mərkəzində birləşdirmək olarmı? Sözsüz ki, belə bir qurum olsa, ekstrasenslərə sertifikat da veriləcək və pisi də, yaxşını da insanlar, vətəndaşlar ayırt edəcəklər. Onlara müraciət etsinlər ki, bunlar dərdlərinə çarə tapsınlar. Niyə razılaşmırsan? Nəyə görə razılaşmıram? Rəna xanım, sizə niyə vermirlər o vergini? Əgər filan kəs görücüdürsə, ekstrasensdirsə, onda yerin altındakı xəzinəni tapsın. Niyə tapmır? Bütün bunlar həftənin cümə günü saat 19:30-da Bu Bizik Tok Şousunda.